Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Ve la'netullah ala a'daihim ecma'in. Allahümme accil velikel ferec. Deməli, əqaid bəhsimizin davamı olaraq şirkin əksi olan tavhid mövzusuna ki davam edək inşallah. Bu İslam dininin dediyimiz kimi əsas məsələsidir. Cövhəridir, köküdür, əslidir. Tövhid dinin digər təlimlərinin və ilahi maariflərinin, belə deyək ki, əsası və sütunu sayılır. Yəni bütün rəsullar, nəbilər, vəsilər, höccətlər, onlara nazil olan səhifələr, kitablar bu təlimin təbliği üçün göndərilib. Yəni bütün müsəlmanlar tövhidin, dinin əsli və sütunu olmasında ittifaq ediblər. Və bu barədə zərrə ixtilaf yoxdur. Məsələn, Şeyx Saduq rəhmətullah aleyh yazır ki, Ət-Tavhid əl-iqraru bil-vahdəti və huvəl-infirad. Tavhid Allahın təkliyini təsdiq eləməkdir. O da yəni fərdlilik, təklik, yalnızlıq mənasındadır. Həqiqətən də Allah təbarək və təala mütləq şəkildə tək, həqiqi, müəssir, xaliq və faildir. Əgər aləmdə ondan başqa yaradan və iş görən varsa, hamısı onun izni və bəxş etdiyi qüdrət sayəsindədir. Yəni bu qaçılmazdır. Həqiqi məbud odur. Məbudluğunda heç bir şəriki yoxdur. Yəni ibadət olunan vəzifəsində, şərtində heç bir şəriki yoxdur. Bütün bu deyilənlər əqli və nəqli dəlillərlə sabit olmuş bir şeydir ki, kifayət qədər Quran, Əhl-i Beyt əleyhissalam, alimlər, üləmalar bu haqda yazıblar, danışıblar, deyiblər. Bizlərə bunlara qısa toxunacaq. Yəni ki, İslam alimləri əqidə kitablarında tövhid üçün bir neçə mərtəbələr qeyd ediblər. Ki, tövhidə müxtəlif bölgü və qismlər verilsə də, bütün bunlar məna etibarən hamısı eynidir. Sadəcə bəzi kitablarda bu qismlər məna etibarı ilə ki, təfsilidir, daha geniş izahlıdır, bəzən də icmalidir, qısadır. Ki, biz də məsəl üçün bəhsimizdə, dərsimizdə buna qısa toxunacaq. Yəni, çox uzunçuluq olmasın, əsas mövzu başa düşülsün, mətləb anlaşılsın və dəlil bilinsin. Məsələn, alimlər birinci deyiblər ki, tövhid-i zatı, zatda tövhid olmaq. Yəni, Allah təbarək və təala tək və bənzərsizdir, oxşarsızdır. Onun misli və ona bənzər heç nə yoxdur. Ki, o hissələrdən təşkil tapmayıb, ki, onların möhtac olsun o hissələrə, onun vücudu zaten bəsitdir, mürəkkəb deyil. Biz məxluqat mürəkkəbik, Allah bəsitdir. Məsələn, Allah Quran-ı Kərimdə Şura 11-də buyurur ki, Bismillah, fətirüs səmavati vəl-ardı cə'lə ləkum min ənfusikum əzvacən və minəl ən'ami əzvacən yəzrəukum fihi leysə kəmislihi şeyun və huvəs-səmi'ul bəsir. Allah göyləri və yeri yaradandır. Sizin üçün özünüzdən zövcələr, heyvanlardan da öz cütlərini xəlq etdi. O sizi bu cür çoxaldır, artırır. Yəni nəsil artırırıq da, çoxaldırıq sayır. Onun heç bir misli yoxdur. O eşidəndir və görəndir. Və yaxud da məsələn İxlas surəsində həmişə oxuduğumuz Bismillah, qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Ki, Allah təbarək və təala burada açıq-aşkar, hətta bu İxlas surəsinin digər adı Tövhid surəsidir məhz buna görə. Allahın zatı tövhidini açıq-aşkar ortaya qoyur. Ki, Peyğəmbər Allah xitabı ki, Peyğəmbər sən denən ki, o Allah təkdir, şərik yoxdur, yəni Allah möhtac deyil, o nə doğmayıb, nə doğulmayıb, onun heç bir bənzəri tayı yoxdur. Heç bir. Və yaxud da qul huvallahul vahidul qahhar məsəl üçün. Ki, yaxud da Huvel vahidul qahhar Quran-ı Kərimdə Zümər surəsində, Rəd surəsində Allah Teala buyurur. Deməli, o təkdir, qalib də odur ki, mahiyyət olaraq nə? Allah Teala'nın təkliyini, vəhdaniyyətini, təvhidini bizə çatdırır. Yəni, bu ayələr Allahın zaten tək, bənzərsiz, misilsiz, şəriksiz və bəsit olmağını açıq-aşkar ortaya qoyur. Digər tövhidin qismi mərtəbəsi sifətlərdə tövhiddir. Yəni Allah Taala'nın çoxlu və müxtəlif sifətlərlə sifətlənməsinə baxmayaraq bütün bu sifətlər onun zatının özüdür.
Yəni zat deyəndə mənanın özü nəfsi başa düşülür. Məna nədən var olubdu, ona zat deyərlər. Onun sifətləri müqəddəs zatını sonradan əlavə olmayıb. Əgər sonradan əlavə olsaydı, Allah bizim kimi möhtac olardı, aciz olardı. Çünki biz elmi cəhalətdən, qüdrətə zəiflikdən və həyatı yoxluqdan sonra əldə edirik. Yəni birinci insan cahil olur, sonra alim olur. Birinci insan zəif olur, sonra qüdrətli olur. Birinci insan yox olur, sonra var olur. Şeyx Sədıq rəhmətullah əleyhdə həmin bəhsdə, özü də qeyd edir ki, Tövhid kitabında ki, Allahın öz-özünə, yəni özündən qeyri nə bir elm, nə bir dirilik, nə də bir qüdrət vasitəsilə bilən, diri və qadir olmasına ki, dəlili deyirik. O da budur ki, əgər Allah zatından qeyri bir elmlə bilən olsaydı, yəni onun elmi zatından ayrı olsaydı, onun elmi bu iki haldan xaric olmazdı. Ya bu elm qədim olmalıydı, ya da hadis sonradan gələn, yaranma olmalıydı. Əgər bu elm sonradan meydana gələn olsaydı, o zaman belə çıxır ki, Allah bu elmin meydana gəlməsindən öncə alim deyildi, nəuzubillah. Ki, Allahda cahil sifəti yoxdur. Halbuki bu nədir? Nöqsanlı sifətdir, xüsusiyyətdir və qeyd elədik ki, bütün nöqsanlılar sonradan meydana gələnlərdir. Əgər bu elm qədim olsaydı, o zaman Allahdan başqa da bir qədim varlığın mövcudluğu lazım olardı. O lazım əslində. Bu isə yekdil rəyə əsasən ki, küfürdür, ittifaqən. Qüdrət və dirilik barədə deyilməli olan söz də bu cürdür. Yəni Allahın əzəli olaraq qadir, bilən və diri olmasının dəlili də bu cürdür ki, sübuta getirilir ki, Allah öz-özünü biləndir, qadirdir, diridir. Və Allah təbarək və təala həmçinin dəlillə sabit olubdur ki, qədimdir, əzəlidir və Allah əzəli olaraq biləndir. Çünki Allahın özü əzəlidir və o öz biləndir. Yəni nəfs. Bu da öz növbəsində Allahın əzəli olaraq qadir və diri olmağının dəlilidir. Hətta Əllamə Məclisi rəhmətullah əleyh Eynül Həyat kitabında da qeyd edilir ki, Allah Taala'nın sifətləri onun zatının eynisi və özü də ondan ayrı bir şeydir. Məsələn, Allah Rəzzaq deyəndə, Əl-Bəsir deyəndə biz ondan ayrı başqa bir şey, alim deyəndə demirik ki, başqadır Allahdan ya sonradan əlavə olur. Bu çox incə bir məsələdir. Hətta tarixdə, biz deyirik Allahın 99 adı Əsma-ül Hüsna, gözəl adlar. Tarixdə çox Allahlılığın yaranmasında hətta arxeolojik qazıntılar aparan bəzi alimlər belə bunun dəlillərini belə tapıblar ki, deyir bu Allahın sifətlərinin yanlış anlaşılması, anladılması nəticəsində yaranıbdır. Yəni məsələn, deyək ki, bir məntəqədə şəxs Allah Rəzzaqdır deyəndə bu deyib, bir var Allah, bir də var Rəzzaq, başqa bir tanrıdır. Məsələn, Əl-Bəsir başqa bir tanrıdır. Nəuzubillah. Bu cür başa düşüb və çox Allahlılıq inancına qayıb. Ona görə də Əllamə Məclisi rəhmətullah əleyh dedi ki, zatın eynisidir, özüdür elə Allahın sifətləri. Əgər onun sifətləri zata əlavə olsaydı, artırılma olsaydı, o zaman belə deyək də, o öz kamalında başqalarına möhtac olardı. Nəticədə də bu sifətlər özləri vacib əl-vücud və qədim olardı. Necə ki, Əli əleyhissalam, İmam Musa Kazım əleyhissalam və İmam Rəza əleyhissalamın ki, hədisləri gəlib çatıbdır bizə, orada məsumlar bunu gözəl izah edir. Məsələn, Həzrət bir hədisdə buyurur ki, Əllam Məclisi bu rivayəti gətirir, deyir, Əvvəlüd diyanəti mərifətu və kəməlu mərifəti təvhiduhu və kəməlu təvhidi nəfyu sifəti anhu. Deməli, imam nə deyir? Deyir ki, dinin əvvəli Allah mərifət eləməkdir. Mərifətin kamilliyi onu tək bilməkdən Allah tək biləsən. Tək bilməyin kamilliyi isə ondan sifətləri inkar eləyəsən. Yəni, Allaha olmayan sifətləri nisbət verəsən. Deməli, Allahın sifətlərinin çoxluğu və müxtəlifliyi xarici və həqiqi cəhətdən yox, zehni məfhum olaraq anlaşılmalıdır. Yəni, xaricdə bu sifətlərin heç biri ondan ayrı şey deyil. Məsələn, elmdir, qüdrətdir, həyatdır, ixtiyardır, təklidir və s. ki, sifətlər bunlar ki var, bunlar və bunun kimi digərləri eyni anda Allahın zatının özüdür və eynisidir. Yəni, onlar müqəddəs zatdan ayrı deyirlər və həmçinin zatının bir hissəsi də deyirlər. Əksinə,
Bu sifətlər eyni anda bütünlükdə zatdır. Yəni gərək Allah bunun əksini desə, yəni bəsit olmağını deməsə, desə ki, Allah mürəkkəbdir, mənası çıxacaq, deyir ki, bəsit deyilsə. Və mürəkkəb varlığın öz hissələrinə ehtiyac olduğu üçün gərək Allah da möhtac olsun. Allah isə möhtac olmaq sifətindən çox uca və münəzzəhdir. Deməli, bu cürdə deyil ki, Allahın zatı başqa bir şey, elmi isə başqa bir şeydir. Yaxud qüdrətin həqiqəti başqa bir şeydir, zatı isə başqa bir şeydir. Yaxud belə başa düşülməməlidir ki, elmin həqiqəti Allahın zatında başqa şeydir, qüdrətin həqiqəti isə başqa şeydir. Yəni, onlardan hər biri müqəddəs zatın özü və eynisidir. Çünki Allah təbarək və teala mənada təkdir. Məsələn, deyək ki, aşkar məsələdir ki, müsəlləm məsələdir ki, bizlərdən hər birinin varlığı və mövcudluğu Allaha məlumdur. Yəni, Allah Teala bizdən xəbərsiz deyil. Eyni zaman çərçivəsində bunu da bilirik ki, biz istinasız olaraq, istisna olmadan hər birimiz Allahın məxluquyuq. Yəni, deməli, eyni vaxtda biz Allah üçün həm məlumuq, həm də məxluquq. Lakin məlumluq, məfhumluq, məxluqluq məfhumundan fərqlidir. Yəni, məlumluq məfhumdan, məxluqluq məfhumu başa düşülmür. Yəni, məlum sözü başqa bir şeydir. Məxluq deyəndə başqa bir şeydir. Məlum deyəndə yəni bilinən, məxluq deyəndə yəni xəlq olunan, yaradılan. Yəni, məlum deyəndə məxluq anlaşılmır. Bunlar fərqlidir. Yəni, bunlar ağılın təhlili, təhqiqi məqamında fərqli şeylərdir. Bu fərqlilik də nədir? Xaricdə yox, bizim zehnimizdədir. Çünki tətbiq məqamında bu iki şey xaricdə eynidir. Çünki sən bu məfhumları ayrı-ayrı bilsən də məlumdur, məxluqdur ki və mahiyyət olaraq bu məfhum sözü, yəni kəlmənin özü ki, məlumluq, məxluqluq nisbət verilir kimə? Zahirdə bir şeyə, insana. Yəni, bu insan həm məlumdur, həm də məxluqdur. Amma zehində mən onu ayırdım. Bunlar ayrı fərqli şeylərdir. Tətbiqdə isə bu iki şey xaricdə eyni bir şeydir. Yəni, bizim vücudumuzun əsəri və özü Allaha məlum olmaqla yanaşı, həm də məxluqdur. Yəni, bu iki şeyin arasında zaman fərqi olmadı. Yaxud da deyək ki, bizim bütünlükdə zatımız və varlığımız, yəni, eyni zaman daxilində həm məlumdur, həm də məxluqdur. Yəni, həm məlum sifəti, həm də məxluq sifəti ilə sifətlənib, əhatə olunub. Yəni, belə deyil ki, zatımızın bir hissəsi Allah üçün məlumdur, digər hissəsi də məxluqdur. Bunlar ayrı şeydir, yox, bizdən ayrı bir şey deyil. Sadəcə zehnimizdə biz bunu bölürük, amma zahirdə, xaricdə isə zehin xarici bu bir şəxsə şamildir. Yəni, Allah təbarək və teala'nın bəzi sifətləri onun feili sifətləri adlanır. Yəni, zatından da zatı sifətlərdən yox, feili sifətlərdən adlanır. Yəni, Allahın bəzi sifətləri zatı, bəzi feili sifətlər hesab olunurlar ki, feili sifətlər həmin zatın gördüyü işlərə deyilir. Yəni, zatı sifətlərdən fərqli olaraq feili sifətlər zatın özü və eynisi hesab olunmur. Çünki bu sifətlər Allah Teala'nın sonradan gördüyü işlərə nisbətdə yaranan sifətdir. Yəni, bu sifətlər zatından fərqli olaraq qədim deyildir. Əksinə hadisdirlər, sonradan olandır. Məsələn, Allah məxluqatı iradə etdi. Misal, yaratdı, onlara xitab etdi, onlara ruzi verdi, onlara əta elədi. Müriddir, xaliqdir, mütəkəllimdir, rəzzaqdır, təvvabdır, rahimdir. Bu sifətlərdən vəsf olunub. Allah əzəldən murid, rəzzaq, mütəkəllim deyildi. Çünki məxluqat sonradan iradə olunan və yaranandır. Və məlumdur ki, əzəldə Allahdan başqa kim olmuyor. Ki, Allah ona ruzi də versin, yaxud ona xitab eləsin. Hətta Quran-ı Kərimdə biz baxsaq, məsələn, Nəhl surəsinin 60-cı ayəsində Bismillah və lillahil məsəlul ə'la və huvəl əzizul həkim. O uca sifəti isə Allahın məxsusdur, əla sifəti. Qudrətli və müdrikdir, həkimdir. Yaxud başqa ayədə və huvəl-ləzi yəbdə'ul xalqa sümmə yu'iduhu və huvə əhvanu aleyhi və ləhul məsəlul ə'la fis-səməvati vəl-ardı və huvəl-əzizul həkim. Məxluqatı ilk dəfə xəlq edən, yoxdan xəlq edən, sonra onu bir daha təkrarlayan odur. Bu da onun üçün çox asandır. Göylərdə və yerdə yəni olan ən uca sifətlər Allaha məxsusdur. Qudrətlidir, həkimdir. Vallahu aleyhum halim. Allah alim və həlimdir. Alimun və halim. Allah
alimdir və həlimdir. Nisa surəsində Allah buyurur. Və bunlar da bizə açıq-aşkar bunu bəyan edir. Həmçinin digər dərəcə ibadətdə tövhiddir. Ki, yəni bəndə öz Rəbbini tanıyandan sonra ona ibadət etməlidir. Öz ibadətini ona məxsus eləməlidir. Aləmləri Rəbbi üçün etməlidir. İbadətində ona şəriklər icazəli deyil ki, qərar versin. Şərik qoşsun. İbadət olunmağa yalnız Allah layiqdir. Hətta kimsə Allahdan başqasına, bu istəyir canlı olsun, istəyir cansız olsun, ki fərq etməz. Yəni bu niyyətlə səcdə və ibadət etsə ki, o səcdə olunan ilah yox, yalnız Allaha yaxınlaşmaq üçün bir vasitədir. Bu niyyəti eləsə, hətta yenə də həmin şəxs şirk etmiş sayılır. Çünki Allahdan qeyrisi üçün səcdə etmək icazəli deyil. Ki, həmin şəxs nə olur? İbadət etdiyi vasitəni öz əməli ilə səcdə və ibadətə layiq bilib ona ibadət etmiş sayılır. Əgər onu ibadətə layiq bilməsəydi, bu işi görməzdi. İbadətə də layiq olan tək varlıq Allah təbarək və tealadır. Ki, Quran-ı Kərimdə də Allah buyurur, bu haqda ayətlər var. Və qeyd edim ki, Allaha şükür səcdəsi eləmək başqadır. Məsələn, Allah mənə Əli əleyhissalamın vilayətini nəsib edib, Əhl-i Beyti sevməyi nəsib edib, bunun üçün mən səcdə eləyim, bu Allah səcdədir. Bu ayrı bir şeydir ki, şükür səcdəsini məsələn biz qarışdırmayaq. Məsələn, Allah Quran-ı Kərimdə Bəqərə surəsinin 163-cü ayəsində, Zümər surəsinin Nəcm 23-də məsələn, burada buyurur ki, Bismillah və ilahukum ilahun vahidun la ilahe illa huvarrahmanurrahim. Sizin məbudunuz, ilahınız tək olan məbuddur, ilahdır. Ondan başqa heç bir ilah yoxdur. Mehriban və bağışlayandır, rəhman, rəhim. Və yaxud da başqa da Bismillah vəllezine ittəğazu min dunihi avliyai mə nə'buduhum illə lüqərribunə ilallah zulfa innəllâhe yəhkumu beynəhum məhum fihi yəxtəlifun. Ki, Allah deyir ki, Allah'a qoyub ondan başqalarının özünə dost tutanlar, biz onları ancaq bizi Allaha çox yaxınlaşdırsınlar deyə ibadət edirik. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında özü hökm verəcək. Quran buyurur. Və bu düşüncədə olan müşriklər bəzən öz bütlərinə müsəlmanların Allah ev olan Kəbəyə yönəldikləri və səcdə etdikləri kimi səcdə etdiklərini onların yalnız Allaha yetişmək üçün bir vasitə olduqlarını söyləyirdilər. Amma Allah bu iki işi bir-birindən ayırır. Deyir, bu cürdür ki, sən gələsən bütə ibadət eləyəsən, adını da qoyarsan ki, siz Kəbəyə ibadət eləyirsiniz. Bu fərqlidir ki, hətta Quranda da ayədə var. Allah deyir ki, Bismillah, in hiyə illə əsma'un səmməytumuhə entum və əbaukum mə ənzəlallahu biha min sultani in yettəbi'unə illə zənnə və mə təhvəl ənfusu və ləqəd ca'uhum min rabbihimil huda. Allah deyir ki, o bütlər sizin və atalarınızın, ata-babalarımızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil göndərməyibdir, nazil etməyibdir. Onlar yalnız zənnə və nəfsləri istəklərinə qapılarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir. Hidayət gəlmişdir. Çünki Allah Taala müqəddəs Kəbə evinə yönəlməyə və ibadət məqamında onu qiblə qərar verməyə əmr etdiyi kimi ona yaxınlaşmaq üçün bütləri ibadət etməyə əmr eləməyibdir. Bu barədə heç bir hökm yoxdur. Və dəfələrlə öz kitabında özü üçün büt qərar verən və ona ibadət layiq bilib pərəst edən kəsləri məzəmmət edibdir. Onlar haqda əzab vədi veribdir Allah. Ki, Peyğəmbər haqqında deyir, Qul ərəaytum mə təd'unə min dunillahi əruni məzə xaləqu minəl ardı am ləhum şirkun fissəməvati Ətuni bi kitabin min qabli həzə əv əsarətin min ilmin in kuntum sadiqin. Və mən ədallu mimmen yəd'u min dunillah mən la yestəcibu ləhu ilə yevmil qiyaməti və hum ən duaihim qafilun. Deyir, ey Peyğəmbərlər, dinə bir deyin görək sizin Allahdan başqa çağırdıqlarınız, dua etdikləriniz yer üzündə nə yaradıblar, nə xəlq ediblər? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var. Əgər doğru danışırsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və yaxud elmdən qalan bir əsər gətirin. Allah qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox
azğınlığa zərərətə düşmüş kim ola bilər? Halbuki o bütlər onların etdikləri o istəklərdən, çağırışlardan, yalvarışlardan xəbərsizdirlər, qafildilər. Və yaxud da başqa bir ayda Allah deyir ki, Ənam 71-də Bismillah, Qul ənəd'u min dunillahi mə la yənfəunə və la yədurrunə. Deyir, biz Allahı qoyub bizə nə xeyir, nə də bir zərər verə bilməyən şeylərə mi ibadət ediləcəyik? Və yaxud da Ərəf surəsində var. 191-dən 195-ə qədər Allah deyir ki, onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar. Bütlər nə onlara yardım edə bilər, nə də onlar özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınıza gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan başqa çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyilsinizsə, çağırın onları və onlar da sizə cavab versinlər. Çağırın. Fəd'uhum fəliyəstəcibu lakum in kuntum sadiqin. Doğru deyirsinizsə, çağırın onlara, dua eləyin, onlar da sizə cavab versin. Məgər onların ayaqları mı var, onunla yerisinlər? Yoxsa onların əlləri mi var, onunla tutsunlar? Yoxsa onların gözləri mi var, onunla görsünlər? Deyirsən, Allah necə qeyd vurur? Yoxsa onların qulaqları mı var, onunla eşitsinlər? Peyğəmbərinə bu cür Allah xitab ediyor. Qul ud'u şuraka'akum summa kiduna fala tunziruna. Allah deyir ki, çağırın şəriklərinizi. O şərik qoşduqlarınızı çağırın. Sonra mənə qarşı hiylə qurun və mənə heç də möhlət verməyin. Ey Peyğəmbər, onları dinə. Bacarırsınız, bunu eləyin. Görüm eləyə biləcəksiniz. Onlardan sizə bir cavab gələcək, təbii ki, yox. Və hətta başqa bir mübarək ayədə Allah təbarək və təala Yunus 34-də buyurur ki, Bismillah, deyir, Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, məxluqu ilk dəfə yaratsın, öləndən sonra onu diriltsin? Ki, məxluqu ilk dəfə Allah yaradır, ey Peyğəmbərlər, dinə, sən onu yenidən, sonra onu yenidən dirildir. Siz necə də döndərilirsiniz, haqdan döndərilirsiniz. Və yaxud da başqa ayədə Bismillah, ya eyyuhənnəs duribə məsəlun fəstəmi'u ləh innəl-ləzinə təd'unə min dunilləh. Ey insanlar, sizə bir məsəl çəkilir. Onu dinləyin, eşidin. Şübhəsiz ki, həqiqətən də Allahdan başqa ibadət etdikləri bir milçək belə yarada bilməz. Hətta bunun üçün bir yerə cəm olsalar belə yarada bilməzdir. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Ki, da'ufət talibu vəl-mətlub. Nəticədə istəyən də aciz qalar, istənilən də. Yəni, bunu eləsən, həm özün acizsən, həm də ki, nədir? O, ibadət elədir. Yəni, mahiyyət olaraq nədir? Yəni, onun heç bir qüdrəti yoxdur, o müdaxil eləsin. Yəni, bu cür ayələr hamısı Allahdan başqa heç kəsin ibadətə layiq olmadığını bizə göstəricisidir. Ki, bu açıq-aşkar tövhidin özüdür. Və təvəssülün bura heç bir qarışacağı yoxdur ki, o başqa bir bəhsdir. Nəsib olur, onu ayrıca geniş, gözəl şəkildə bir dəstək qoyaraq danışarıq bizimlə. Digər təbəqə tövhid mövzusunda xaliqiyyətdə, xilqətdə tövhiddir. Yəni, Allahın yaratmağında tövhid. Yəni, varlıq aləmində Allah Taala'dan başqa heç kəs heç bir şeyi müstəqil yarada bilməz. Hər hansı bir şey müstəqil olaraq vücuda gətirən, onu yaradan ancaq zatı müqəddəs olan Allah təbarək və Taala'dır. Ümumiyyətlə, varlıq aləmində Allahdan başqa müstəqil iş görə bilən yoxdur. Günəşdir, aydır, ulduzdur, yerdir, göydür, dağdır, dənizdir, daşdır, quşdur, heyvanlardır, insanlardır, mələklərdir, cinlərdir və s. Bütün mövcudat aləminin hər hansı bir işə səbəbi olması və o işə təsir göstərməsi qeyri-müstəqil və şərtidir. Qeyri-müstəqildir, müstəqil deyil. Çünki onların müəyyən işlərə səbəb olması zatı və istiqlali deyil. Bu səbəblik başqa bir varlığın vücudundan və zatından qaynaqlanır. O da tayı bərabər olmayan, qüdrət sahibi olan Allahın müqəddəs vücududur. Çünki xaliqiyyətdə, tövhidə bu dəlalət edən əsas mövzudur ki, Quranda da bunun kifayət qədər ayətləri var. Məsələn, Allah Quran-ı Kərimdə Rəd surəsi 16-da bu ki, Bismillah, Qulillah xaliqu kulli şeyin və huvəl vahidul qahhar. Yaxud da Allah deyir, hər şey yaradan Allahdır, təkdir, qalibdir.
Allahu halikun kulli şeyin ve huve ala kulli şeyin vekil. Allah her şeyin haliqidir, o her şeyin vəkilidir. Yaxud məsələn Qafir surəsində Allah buyurur ki: "Zəlikumullah rabbukum halik kulli şeyin la ilahe illa huve." Ki sizin Rəbbiniz budur, her şey halik olan Allah'tır. Ondan başqa heç bir ilah yoxdur. Və yaxud da Huvallahul halikul bari'u musavvir. O ki halikdir, yoxdan yaradan surət verən Allah'tır. Həmin o Allah bu cürdür. O Allah'dır ki, həm halikdir, həm surəti verir, həm də yaradır. Yəni görünüşü. Yaxud da məsələn Ənam surəsinin elə birinci ayəsində. Bismillahirrahmanirrahim. Xalaqas semavati vel arda ve cealez zulumati ven nura thumma'llezine keferu bi rabbihim ya'dilun. Göyləri, səmaları və yeri yaradan, zülmətləri nura çevirən Allaha həmd olsun. Sonra kafir olanlar hələ də öz Rəbbinə tay tuturlar, bərabərləşdirirlər. Yəni nəyə bütləri də mənası budur. Ki bunun kimdə başqa ayətlər var. Məsələn Fatir 3-də ya eyyuhən-nas uzkuru ni'metallah aleykum hel min xaliqin gayrallah yarzuqukum mine's-semai vel-ardi. Ey insanlar, Allahın sizə verdiyi lütfü bir də xatırlayın, yad edin. Allah'tan başqa sizə göylərdə və yerdə ruzi verən bir xaliq varmı? Yaxud da Əraf surəsi 54-də Allah buyurur ki: "Əla ləhul xalqu vel əmru təbarəkallahu rabbul alamin." Birinci yaratmaqda əmr etməkdə Allaha məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır. Məsələn, yaxud da başqa bir ayədə Allahullezî xalaqas səb'as semavati və minəl ardı misləhunna. 7 səmanı və yerdən də bir o qədərini yaradan odur, Allah'tır. Ki bunlar hamısı nədir? Və huvəllezî yebda'ul xalaqa sümme yu'iduhu və huve ahvanu aleyh. Məxluqatı ilk dəfə yaradan sonra onu bir daha təkrarlayan da odur. Bu Allah üçün asandır, çox asandır. Ahvanu ilə aleyh. Allah üçün çox asandır bu iş. Deməli, bunlar bu ayələr, bunun kimi digər mübarək ayələr var ki, Allahın xaliq olmağını, xaliqiyyətdə tövhidi bizə açıq-aşkar bəyan edir. Digər tövhidin dərəcəsi rububiyyətdə, tədbirdə tövhiddir. Yəni mənası nədir? Varlıq aləmində idarəçilik işi ki var. Yəni bu haqda bəhs olunur orada da ki, biz inşallah bunu salarıq növbəti dərsimizin davamına Allahın izni ilə ki, sağlıq olsun, bunların da bəhsini geniş Allahın izni dəlillərlə qeyd edərik. Velhamdülillahi Rabbil alemin.